Salam dostlar, dərslərimiz davam edir. Keçən dərsimizdə biz klasslar haqqında məlumat verdik və bildirdik ki, klasslar işlərin daha rahat görülməsi üçün lazım olan bir kod blokudur. Lakin burada da məsələn klasslarda biz nə etdik? Klasslarda məsələn hər hansı bir dəyişən yaratdıq və həmin dəyişənin də obyektini klassın obyektini yaradaraq həmin dəyişənlərdən burada birbaşa istifadə etmiş olduq. Lakin burada da bizdə məsələn hər hansı bir materialların itkisi ola bilər. Bunun qarşısını almaq üçün artıq bizə konstruktorlar köməklik göstərir. Konstruktor nədir və necə istifadə olunur? Konstruktor klassdan obyekt yaradılarkən çağırılan xüsusi bir funksiyadır. Yəni hər hansı bir klass yaradılanda, məsələn həmin klassın içərisindəki biz dəyəri, dəyişənləri məsələn bir anında yazmaq lazımdırsa, mütləqdirsə, artıq biz bu klassın obyektini yaradanda içərisində bizə tələb edəcək ki, bunun içərisindəki həmin dəyərləri birbaşa əlimizlə əlavə edək. Konstruktorlar iki cür olur. Bir primary konstruktorlar, ikincisi isə secondary konstruktorlar. Primary konstruktorlar ən çox istifadə olunan hal-hazırda konstruktorlardan biridir. Bunlar mütəmadi olaraq istifadə edilir. Məsələn, tutalım ki, primary konstruktora aid məsələn biz hər hansı bir misal yazaq. Tutalım ki, mən buradakı klassı müvəqqəti olaraq funksiyasını dayandırıram ki, bizdə rahatçılıq olsun, maneçilik olmasın. Artıq məsələn mən primary konstruktor yaradanda dostlar, məsələn class yenə sözündən ki açar kəlməsindən istifadə edərək yenə kar yaradıram və mötərizə içərisində artıq mən burada öz dəyişənlərimi bunun içərisində verirəm. Yəni artıq baxın məsələn var, məsələn tutalım ki marka yazsaq və bunu string tipində qeyd eləyək və var tutalım ki year, bu da int tipində olsun. Və bunu bədəli mötərizəni açırıq. İçərisində də yenə həminki funksiyamızı da yenə qeyd edə bilərik ki, one drive mötərizə içərisində və burada bədəli mötərizəni açdıq və printline eləsin. Eyni prinsiplə artıq burada mən məsələn tutalım ki dollar işarəsi ilə yuxarıdakı markanı bura çağıra bilərəm və işə salındı. Baxın dostlar, artıq mən bunu yaradanda bunu primary konstruktor bax bu sayılır. Bu isə yəni artıq mənim həmin bu obyekti main activities içərisində yaradanda baxın burada mənə tələb edir. Görürsünüz artıq burada içərisində qırmızı ilə göstərir. Mən indi bunu məsələn alıram müvəqqəti olaraq bu cür qeyd edirəm ki, qarşılıqlar olmasın. Burada da yuxarıda başlayaq məsələn tutalım ki, həmin konstruktorların, həmin klassların belə deyək, obyektini yaradaq. Var, burada qeyd etdim, tutalım ki, my car və burada car obyekti klassını çağırıram, obyektini yaradıram və mötərizə içərisində baxın, mənə artıq bunun içərisində markanı string tipində və ilini int tipində verməyimi istər. Artıq mən bunun içərisində string tipində, məsələn Mercedes və int tipində tutalım ki 2015 və artıq bu mənə bildirir ki, bu belə deyək də bunun içərisindəki dəyərləri vermiş oluram. Və burada da məsələn my car nöqtə məsələn drive eləsəm və bunu run eləsəm, görəcək ki, eyni prinsiplə bizim belə deyək, gördüyümüz işlər çapa verilmiş olur. Baxın. Run olsun. Aha. Və buradakı eyni qayda ilə də, məsələn, mən burada my car tutalım içərisindəki dəyərləri çapa vermək istəyirəm. Burada printline edək. Bunu götürüm, printline edim və içərisində my car marka və printline edim my car içərisində də ili. Görürsünüz dostlar, eyni prinsipdir. Daha sadədir, daha rahatdır. Artıq biz bunun içərisindəki, yəni obyekti yaradanda içərisindəki dəyərləri vermiş oluruq. Bu bizə bunu tələb edir. Yəni biz bunu yazmasaq proqram işləməyəcəkdir, error verəcəkdir. Və eyni qaydada olaraq içərisindəki funksiyanı da işə sala bilərəm. Yəni bu mənim üçün heç bir problem yaşatmır. Məsələn mən burada Honda yazım, Honda. İndi Honda necə yazılır dəqiq bilmirəm. İndi bu cür yazdım. Yəqin ki o texniki səhvləri üzrlü sayın. Məsələn bunu run eləsəm,
Baxın, eyni qaydada olaraq Honda artıq bura yazılır. Yəni mən bunun içərisindəki dəyəri verməsəm, obyekt məndə işə düşməyəcəkdir. Yəni bunun içərisindəki dəyərlər mütləqdir. Artıq burada mənim heç bir belə deyək, dəyişənin, dəyərim itkisi ola bilməz. Mən artıq məsələn bunun obyektini yaradanda hər hansı bir məsələn tutalım ki, maşınla bağlı məsələn sayt yaradıram və ya hər hansı bir iş görürəm, içərisindəki bu dəyərləri yazmaq mütləqdir. Yəni mənim burada yaza bilmədiyim, yəni mütləq olaraq hamısı yazılmaq məcburiyyətindədir. Eyni prinsiplə də secondary constructorda da eyni prinsiplə iş görülür. Sadəcə secondary constructorda işlər daha çətin olur. Məsələn buna baxanda məsələn yazılım hissəsi daha qəlizdir, daha çətindir. Bunu da məsələn tutalım ki, buna uyğun olaraq məsələn mən qeyd edeyim belə bir şey ki, sizlər də yəni məsələn onu rahatçılıqla başa düşəsiniz. Tutalım ki, burada yaratmışam class yazaq, tutalım ki R2 yazaq. Belə bir şey olsun və bəzəkli mötərizə ilə R2, R3 və içərisində də məsələn dəyişənlərimizi yazaq, yəni eyni qaydada var. Məsələn tutalım ki, marka 1 olsun, qarşılıqlı olmasın string tipində və burada string tipində olsun. Sonra tutalım ki, var yazırıq year int tipində olsun, year 1 int tipində olsun və bunun artıq konstruktorunu yaradırıq. Baxın, konstruktorunu yaratdıq və eyni prinsiplə mən burada artıq məsələn marka 1-in belə deyək string tipində olduğunu göstərirəm və year 1'in int tipində olduğunu göstərirəm. Və burada da məsələn eyni prinsiplə məsələn enter düyməsindən istifadə edirəm. Burada yazıram this. İndi bunu tam aydınlığıyla sizə başa salacağım. Tamam ki, buradakı məsələn mənim yazdığım marka 1 bərabərdir bu marka 1'ə. Artıq o birisini də yazaq. Siz burada olsun year 1'i burada initialize eləyək year 1'ə. Və içərisində də yenə həmçinin funksiyanı da qeyd eləyək. Tutalım ki, fun drive tutalım ki 2 olsun. Burada bəzəkli mötərizə açım və içərisində də print line edim. Məsələn tutalım ki, yenə də eyni prinsiplə dollar marka 1 marka 1 böyle bəzəkli mötərizə dırnaq işarəsi yazmamışıq buna görə. Marka 1 işə salındı. Baxın dostlar, mən indi eyni prinsiplə məsələn car3'ü obyektini yaradıram. Burada yazıram var my car3. Tutalım ki, burada da car3'ü yaradaq və mötərizəni istifadə edək. Mötərizədən artıq mən istifadə edəndə baxın, eyni prinsiplə məndə yenə də içərisində string və int tipində dəyərlər istəyir. Məsələn, mən burada artıq yenə də yazmalıyam, tutalım ki, BMW və ilini qeyd eləməliyəm 2000, məsələn 19. Eyni prinsiplə my, məsələn, car3 edib, bunun nöqtə işarəsindən istifadə edərək marka 1'i çapa verə bilərəm. Bir dəqiqə bunu yazaq, print line my car3 və bu cür şəkildə və burada print line edirəm my car3 nöqtə year 1 və burada da eyni prinsiplə my car3 içərisindəki funksiyanı məsələn drive-2-ni işə sala bilərəm. Bax, bunu da run eləyirəm. Buradakiləri silək, qarşılıqlı olmasın. Run eləyirəm. Baxın, bizə artıq, məsələn, burada yuxarıda yazmışdıq Honda ilə bağlı olduğu kimi, BMW ilə də bağlı olduğu kimi. Amma baxın, işdə nə qədər fərq var. Mən burada nə etdim? Birinci, dəyişənin özünü, məsələn, dəyişənin özünü yaratdım. Bu cür dəyişənlər var. Onun konstruktorunu yarattım. Konstruktorlarda bildirdim ki, məsələn, mən burada, məsələn, marka, belə deyəm, marka 1 istədiyim sözü yaza bilərəm. Burada sadəcə
yəni belə adətən məsələn buradakı sözü bir yazırlar, oxşar olsun. Lakin bunlar bir deyillər. Məsələn mən burada qeyd eləsəm ki, tutalım ki, məsələn brand, burada da məsələn artıq qeyd etməliyəm ki, baxın, brand. Yəni baxın buradakı markadır. Baxın this marka. Mən burada this edəndə nə edirəm? This edəndə özündən yuxarıdakından elə bir miras alıram. Yəni özündən yuxarıdakından artıq belə bir pillə yuxarıdakı olan pillədən özümə məsələn kodu Zis'dən adətən Zis haqqında ayrıca dərs keçəcəm. Zis'e indi keçmək istəmirəm ki, Zis sizin bütün fikirlərinizi dağıdacaq. Onunla bağlı məsələn Zis nədir, necə istifadə olunur? Məsələn kodlarda adətən biz belə deyək də o mütəmadi olaraq istifadə edirik. Zis'lə bağlı ayrıca mövzu keçəcəm. İndi həmin dərsə bağlanmaq istəmirəm. Dərsi də həcmini böyütmək istəmirəm. Sadəcə bildirmək istəyirəm ki, buradakı yazı, biz məsələn artıq buradakı dəyişəni, buradakı yazıya dəyərini atmış oluruq. Yəni initialize edirik. Yəni bizim artıq burada obyektini yaradanda, burada yaratdığımız obyektin dəyərini bura versin. Başa düşdünüzmü? Yəni buradakı olan dəyər bura sayılsın və burada artıq mən bunun vasitəsilə həmin bu yaratdığım dəyişənə dəyər vermiş oluram. Yəni onu initialize edirəm, hər hansı bir dəyər atmış oluram. Burada da yazılan kimi gördüyünüz kimi buradakı artıq yazılar, yəni çox uzun-uzadıdır. Daha sadə variantı budur. Daha çox istifadə olunan proqramistlər tərəfindən demək olar hər dəfəsində bu istifadə olunur. Yəni məsələn tutalım ki, adicə məsələn mən burada yeni klass yaradım. Tutalım ki, burada olsun məsələn nə olsun? Car 4. Məsələn klass yarattım və məsələn həmin klassın birbaşa olaraq məsələn mən burada verə bilərəm var. Məsələn tutalım ki, marka və burada string və burada da yaza bilərəm var. Məsələn tutalım ki, year. Bu bizə lazımsızdır. Baxın bu import bu lazım deyil. Bu kodun özündən elə bir belə deyək də şeylər götürür. İlə görə. Bu bizə intdir. Artıq məsələn mən bunu edəndə buradakı bəzəkli mötərizəni yazmaya bilərəm. Yəni bu mənə heç bir belə deyək tələb olunmur. Yəni bunun içərisində mən əlavə kodlar, funksiya və ya hər hansı bir fərqli bir işlər görmək istəmirəmsə, buradakı bu kodları bəzəkli mötərizəni istifadə etməyə bilərəm. Və eyni qaydada olaraq mən burada məsələn main activity-də həmçinin məsələn var my car 4 yazaq və bunu həmin car 4-ü tutalım ki, bura çağıraq, obyektini yaradaq. İçərisində də eyni prinsiplə artıq məsələn mən burada verməliyəm tutalım ki, Hyundai və ili də tutalım ki 2017. Yəni eyni qayda, eyni prinsip, baxın görürsünüz necə sadə oldu. Artıq bizim məsələn tutalım ki, hər hansı bir belə deyək ki, dəyişənlər yaratdıq və həmin dəyişən istədiyimiz qədər məsələn biz bu obyektdən istifadə edə bilərik. Məsələn mən burada tutalım ki, my car tutalım ki 5 yazım. Burada yenə car 4-dən obyektini yaradıb və burada məsələn yenə də həmçini tutalım ki yazaq burada Toyota ili də olsun 2015. Yəni istədiyim qədər həmin bu klassın obyektini yaradıb içərisində müxtəlif dəyərlər verə bilərəm. Görürsünüz işlərimiz necə rahatlaşır, işlərimiz necə məsələn mən məsələn bunları bircə eləmək üçün hər dəfəsində bir dəyişən yaratmalıydım, hər dəfəsində məsələn ilinə görə yaratmalıydım, adına görə, markasına görə. Artıq burada bizim heç bir itkimiz ola bilməz. Yəni bu dərsin məncə daha gözəl başa düşdünüz, daha gözəl anladınız. Bundan sonra bizim obyektlərlə bağlı məsələn obyektin yaranması, obyekt nə üçündür, müxtəlif necə qaydaları var, müxtəlif qaydalar haqqında məlumatlar alacağıq. Yəni bu dərsi konstruktorları, yəni başa düşməyiniz, klassları başa düşməyiniz daha vacibdir ki, artıq onlara keçid edəndə rahatçılıqla həmin dərsləri də anlaya biləcəksiniz. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndinizsə like etməyi unutmayın, kanala abunə olun və mütəmadi olaraq, ardıcıl olaraq dərslərimizi izləyin. Sağ olun, gələn dərs görüşənədək.